Son dövrlər əhali arasında, o cümlədən də uşaqlar arasında geniş yayılmış inflyuenza virusu haqqında məlumat vermək istəyirəm. İnflyuenza virusu özünün ani başlanğıclı yüksək temperatur, baş ağrıları, əzələ ağrıları, bədən ağrıları, halsızlıq və iştahsızlıq şikayətinin olması ilə fərqlənir. Bu virusun digər viruslardan fərqli xüsusiyyəti odur ki, çox kəskin və ani gedişə malikdir. Ona görə də bu simptomları uşaqda gördüyünüz zaman tez bir şəkildə pediatra müraciət etməyiniz önəmlidir. Çünki ilk dönəmdə diaqnostika olunan zaman bu virus əleyhinə virusoloji preparatlarla müalicə başlanılır və ağırlaşmaların qarşısı alınır. Bu virusun ağırlaşmaları da çoxdur. Bu səbəbdən əgər ağırlaşmalar olarsa, ikincili infeksiya qoşularsa, antibiotika terapiya aparıla bilər. Qalan hallarda burada antibiotik istifadəsi yol verilməzdir. Valideynlərə tövsiyəm uşaqları insanların sıx toplaşdığı məkanlara aparmamaları, əllərini təmiz yumalarına nəzarət etmələri və vaxtında ilk gün sadaladığım şikayətlər olan zaman həkimə, pediatra müraciət etmələridir.